Ermənilərin Qafqaza köçürülməsi. Ermənilər Qafqaza necə gəldilər və Azərbaycan torpaqları hesabına necə özlərinə dırnaqarası dövlət qurdular? Ermənilərin Cənubi Qafqaza köçürülməsi 19-cu əsrdə Rusiya imperiyasının siyasəti nəticəsində baş vermişdir. Rusların erməniləri köçürməkdəki maraqları isə belədir. Osmanlı dövlətinə və buradakı Osmanlını dəstəkləyən və Rusiyaya qarşı çoxsaylı hərbi müharibə və üsyanlar edən Azərbaycan türklərinə qarşı ermənilərdən istifadə edərək öz nüfuz dairəsini artırmaq və işğal proseslərini həyata keçirmək. Ayrıca Türk dünyası arasına erməniləri yerləşdirərək Türk dünyası arasında birbaşa quru əlaqəsini də kəsmək istəyirdi. Bu köçürmə prosesinin əsas mərhələləri və detalları isə belədir. Rus-İran müharibələri dövrü. Rusiya İranı məğlub etdikdən sonra Gürcistan müqaviləsi ilə Qarabağ xanlığını və digər Azərbaycan torpaqlarını ilhaq etdi. Buranın işğalı ermənilərin Cənubi Qafqaza köçürülməsi üçün ilk addım oldu. Digər Rus-İran müharibəsində qələbə qazanan Rusiya bu səfər də İrəvan və Naxçıvan xanlıqlarını da ilhaq etdi. İmzalanan Türkmənçay müqaviləsinin 9-cu maddəsinə əsasən də İrandan Cənubi Qafqaza ermənilərin köçürülməsinə icazə verildi. Rəsmi mənbələrə görə bu dövrdə təxminən 40 min erməni Cənubi Qafqaza köçürüldü. İkinci mərhələ Rus-Osmanlı müharibələri dövrüdür. Osmanlıya qarşı müharibəni qazanan Rusiya imperiyası Ədirnə müqaviləsi və Osmanlı imperiyasından Axıska və Axalkəvək bölgələrini aldı. Bu müqavilənin 13-cü maddəsinə əsasən Osmanlı imperiyasından Cənubi Qafqaza ermənilərin köçürülməsinə icazə verildi. Rəsmi mənbələrə görə bu dövrdə təxminən 90 min erməni Cənubi Qafqaza köçürüldü. Üçüncü mərhələ isə 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəlləridir. Bu dövrdə də ermənilərin Cənubi Qafqaza köçürülməsi davam etdi. Rusiya imperiyası erməniləri bölgədəki mövqeyini gücləndirmək üçün alət kimi istifadə edirdi. Sayıları köçürülmələr və artımla çoxalan ermənilər 1905, 1907-ci illərdə və 1918, 1920-ci illərdə törətdikləri müsəlman qırğınları nəticəsində bir çox Azərbaycanlı da öz yurd yuvasından didərgin düşdü. Bu ermənilərin Cənubi Qafqazda sayının daha da artmasına səbəb oldu. Nəticə olaraq Rusiya bu siyasətini uğurlu və qəddarca həyata keçirdi və ermənilər gərəksə Osmanlıya qarşı döyüşərək, gərəksə də Azərbaycana qarşı döyüşərək çox sayda mülki insanı qətl edib, çox sayda əhalini də yerindən etdi. Bəs ermənilər dırnaqarası Ermənistan dövlətini necə qurdu? Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra torpaq iddialarından vaz keçmələri qarşılığında İrəvan ərazisini ermənilərə verdi. Ancaq bununla belə ermənilər torpaq iddialarından əl çəkmədilər. 1920-1950-ci illərə qədər isə Sovet hakimiyyəti Azərbaycan torpaqlarını, bugünkü Qərbi Zəngəzur, Göyçə Mahalı, Naxçıvanın bir qism torpağı və s. olmaqla böyük bir qism torpağımızı qanunsuz olaraq ermənilərə verdi. Heydər Əliyevin Azərbaycan SSR hakimiyyəti dövründə daha çox verilmək istənilən torpaqlarımızın itirilməsinin qarşısı isə alındı. Ancaq Rusiyanın dəstəklədiyi ermənilər Sovet dağıldıqdan sonra yenə Azərbaycandan torpaq almağa çalışdı. İkinci Qarabağ müharibəsi isə artıq Ermənistana torpaq istəyirsə üstünü yox, artıq altını ala biləcəyini göstərdi.